Mərhəmətli və daim aşiq olan Rəbbimin adıyla axşamınız xeyirli olsun. Əziz kitab sevərlər, xoş gördüm hər birinizi. Ümid edirəm ki, yaxşısınız. Deməli, Brian Tracy'nin O Qurbağanı Ye kitabı motivasiya kitabları arasında Brian Tracy'nin ən yaxşı əsərlərindən biridir. Eat That Frog, yəni bu qurbağanı ye. Ümumiyyətlə bu istiarə, bu metafor ingilis dilində çox geniş yayılmış bir sözlərdən biridir ki, bunun haqqında məlumat verəcəm inşallah. Məqsədimiz də budur ki, sadəcə kitabı mütaliə eləmək və yaxud da oxumaq yox, və yaxud da sadəcə kitab haqqında qısa bir xülasə də demək yox, bəlkə istəyim budur ki, siz də bu formada yanaşasınız bu ümumiyyətlə kitablara. Yəni bugünkü görüşdə əsas istədiyim budur ki, bu bir neçə nöqtə var. Yəni kitabın əsas ideyasını psixoloji baxımdan anlayaq. Bu kitabı real həyatımıza necə tətbiq etməyi öyrənək. Həmçinin əksər yoldaşlarda bu sual yaranırdı ki, tənbəlliklə və yaxud da ertələməklə bağlı. Həmçinin bu kitabda məsələn tənbəllik və ertələməklə də bağlı bir neçə nöqtələr deyir. Biz istəyirik ki, bu nöqtələri psixoloji analizində eləyək. Çünki hər hansısa bir kitab yalnız sadəcə oxumaq üçün deyil. Bunu hər biriniz bilirsiniz. Həyata tətbiq olunanda dəyər qazanır. Bunu həmişə biz öncəki təlimlərimizdə, digər kurslarımızda, dərslərimizdə həmişə xatırladırıq ki, oxunan kitab insanı dəyişmir. Bəlkə tətbiq olunan fikirlər, tətbiq olunan o ideya xəttidir ki, insan dəyişə bilir. Və yaxud da bir şüarımız var bizim self-esteem təlimində iştirak edən yoldaşlar bilirlər. Deyirik ki, bir bilgi ki, bir şüar ki, bir söz ki, bir fikir ki, əgər səndə əmələ, proqresliyə çevrilməyib, boş kəlmədən başqa bir şey deyil. Yəni əgər bilmək istəyirsə sizin hər hansısa bir mövzuya inamınız, imanınız nə qədərdir, baxın görün əməlinizdə onu nə qədər icra edirsiniz. Bu önəmli bir məsələdir ki, biz həyata keçirə bilək. Yəni sadəcə oxumaqda qalmasın. Ümid edirəm ki, yoldaşlarımız da eyni bu formatda irəliləyirlər kitab mütaliələri. Brian Tracy ümumiyyətlə kimdir? Dünyaca məşhur bir spikerdir, danışmandır. Ən böyük şirkətlərə psixoloji və yaxud da inkişaf yolunda dəstəklər olur. Kiçik və orta qruplara spikerlik eləyir. 80-dan çox kitabı müəllifidir və bir çox kitablar da dünyanın müxtəlif dillərinə tərcümə olunur. Əsasən ana xətti budur ki, zamanın idarə olunması və şəxsi inkişaf yolunda tədrislər keçir və istəyi də, şüarı da bunun təmsilçisidir ki, insan öz həyatının məsuludur. Biz eləyə bilərik ki, həyatımızın məsuliyyətini öz əlimizə alaq və o məsuliyyəti öhdəmizə alandan sonra bir sıra həyat bacarıqları var ki, o həyat bacarıqlarını öyrənməklə həyatımızın da memarı ola bilərik. Bu iddiadadır və biz də əslində bu fikirdəyik. Kitabın əsas ana xətti və yaxud da ideya xətti adı ilə bağlı baxsaq ki, O Qurbağanı Ye, bu ifadə kitabı əlinə alıb baxan insan üçün biraz qəribə səslənir. Və əslində bu fikir Mark Twainin məşhur sözlərindəndir. Deyirdi ki, əgər sən səhər ilk iş olaraq bir dənə canlı qurbağanı udsan, günün qalan hissəsində başına bundan daha da pis bir şey gəlməyəcək. Yəni əmin ola bilərsən buna. Yəni elə ki sən o səhər birinci ələ götürüb canlı şəkildə bir qurbağanı uda bildin, o iğrənc bir şeydir də elədir. O iğrənc bir şeyi uda bildin, digər başına gələn hadisələr ondan da şiddətli olmayacağından əmin ola bilərsən. Brian Tracy də bu metaforu həyatımıza tətbiq etməyə çalışır və burada qurbağa nədir əslində? Yəni o bənzətmək istədiyi qurbağa ən çətin işlərə misal edir. Ən çətin və ən vacib işlərimiz, amma ən çox da ertələdiyimiz işlər. Yəni bilirik çətin işlərimiz var, bilirik vacib işlərimiz var, amma onları ertələyirik. Yəni insanın həyatında elə işlər olur ki, elə məsələlər var ki, məsələn özü də bilir ki, mən bunları etməliyəm, yəni etməli olduğunu bilir, amma daim təxirə salır. Məsələn dərsini oxumalıdır, imtahanına hazırlaşmalıdır, dietasına başlamalıdır, sağlamlığı üçün bir planı olmalıdır və yaxud da hər hansı həyatında mühüm bir qərar verməlidir. Axır ki, hər birimizin vacib bildiyimiz bir sıra işlər var. Amma insan onları ertələyir. Ertələyir. Yəni hey bugün eləyərəm, sabah eləyərəm, birinci gündən başlayaram, gələn ayın əvvəlindən başlayaram, bayram qutarsın eləyərəm, matəm qutarsın eləyərəm. Hey eləyərəm deyə atır arxaya. Brian Tracy də bunu əsas gətirir ki, günün əvvəlində, yəni əsas ana xətti budur ki, günün əvvəlində əgər biz ən vacib və ən çətin işi edə bilsək, yəni əslində bu deməkdir ki, ən vacib işi elə günün əvvəlində. Niyə görə ən vacib işi elə? Çünki həmin işi etdikdən sonra bir növ psixoloji olaraq yüngüllük yaranacaq bizdə. Bir növ motivasiyamız artacaq ki, həmin o dağ kimi görsənən işi mən elə günün əvvəlində həll elədim. Qalan işlər də daha asan görünəcək insana. Bu kitabın ümumiyyətlə əsas ana fəlsəfəsi, ana xətti bundan ibarətdir. Yaxşı, gəlin ümumiyyətlə düşünək bu haqqında, bu sual haqqında ki, niyə insanlar işləri ertələyirlər? Bu da bir növ psixoloji analiz eləyirik burada. Yəni maraqlı tərəfi də bundan ibarətdir ki, insan niyə işləri ertələyir? Psixologiyada buna ertələmə davranışı, procrastination da deyirlər buna, yəni işləri arxaya atmaq, işləri bilərəkdən nəticələrini bildiyin halda təxirə salmaq. Yəni nəticələrini bilir ki, əgər mən bunu eləməsəm nələr olacaq, danlanacağam və yaxud da məsələn uğursuzluğa düçar olacağam. Necə deyirlər, saatlarımı, vaxtımı əbəs yerə tələf etmiş olacağam. Bunların hamısını bilir, nəticəsini də bilə-bilə, amma ertələyir.
arxayadır. Yəni bu sadəcə bir tənbəllik deyil əslində. Bunun arxasında dayanan bir sıra psixoloji səbəblər də olur. Bu səbəblərdən birinci, başda gələn səbəblərdən biri qorxudur. Yəni insan elə düşünür ki, bizim keçdiyimiz dərslərdə müdafiə mexanizmləri var idi. Yoldaşlar bilirlər, üzləşməmək, inkar etmək. Qorxu da onlardan biridir. Yəni sanki instinktiv olaraq bizim yanaşma, yəni şuur altından gəlir bu əslində. Ola bilər deyəsən ki, yox, heç qorxmuram, nədən qorxuram? Amma bir dərin qatdan gəlir, davranışlarda özünü göstərir bu. Bu qorxmaq da məsələn uğursuz olmaqdan qorxur. Qorxur ki, birdən nəyəsə başlayaram və uğursuz olaram və yaxud da tənqid olmaqdan qorxur. Deyir, birdən mən bu işi başlayaram, başqalar mənə min də söz deyərlər. Tənqid olmaq qorxusu var, çəkincəyi var. Və bu zamanda insanın beyni, insanın zehni belə düşünür ki, başlamasan uğursuz da olmayacaqsan. Yəni həmin o bizim təlimlərdə işlətdiyimiz söz ki var, komfort zonası. Çünki zehnin birinci işi nədir? Zehnin birinci işi budur ki, bizi təhlükəsiz yerdə saxlasın. Elədir, təhlükəsiz yerdə saxlasın ki, mənə heç nə olmasın. Və zehndə biləndə ki, əgər mən uğursuz olacağam, onun qarşısını alır ki, yaxşı, bu uğursuzluq qorxusu bizi hərəkətə keçməyə qoymur. İkinci səbəblərdən biri perfeksionizm və yaxud da mükəmməlliyətçilik. Bu da bir sıra insan tiplərində və yaxud da insan xarakterlərində olur ki, ya mükəmməl edəcəm, ya da heç etməyəcəm. Yəni hər hansı bir işi başlamaq üçün o qədər gərək müxtəlif vasitələr, müxtəlif haşiyələr gərək olsun ki, mən həyata keçirəm. Məsələn, bilir ki, bu idman eləməlidir. İdman eləmək üçün, məsələn, gündəlik yarım saat 40 dəqiqə bu adam bir idman hərəkəti eləməlidir sağlamlığı üçün. Deyir ki, mənim yaxşı ayaqqabım olsun, məsələn, krasovkam olsun, yaxşı idman paltarım olsun, yaxşı nə bilim filanım olsun, yaxşı filan misal deyirəm ha bunlar. Və yaxud da kitab yazmalıdır. Deyir ki, əvvəl gərək mən yaxşı filan dəftərim olsun, yaxşı kompüterim olsun, qəşəng bir dənə iPad-im olsun. Elədir. Və yaxud da yaxşı bir şəraitim olsun ki, mən kitaba başlayam, kitab yazmağa başlayam. Yəni ancaq düşüncə bunu istəyir ki, mən hər hansısa bir istəyimi, hər hansısa bir mənim üçün vacib olan məsələni həyata keçirməyim üçün gərək mükəmməl olsun, gərək onu mükəmməl eləyəm. Ya mükəmməl olmalıdır, ya da heç olmamalıdır. Bu da perfeksionizmin əlamətlərindəndir. Üçüncü səbəblərdən də biri məqsədin qeyri-müəyyənliyidir. Yəni insan niyə bir iş etdiyini bilmirsə və əgər bilmirsə bu işi mən niyə edirəm, deməli motivasiya da yaranmayacaq. Brian Tracy belə bir metafor gətirir kitabında, şəffaf məqsəd motivasiyanın tam yarısı deməkdir. Elədir. Yəni insan elə ki məqsəd olsun aydın oldu, bizim hədəflər təlimində də bu sözü işlədirdik ki, sənin perspektivin sənə məlum olmalıdır. Bilməlisən ki, mənəviyyatında, sağlamlığında, münasibətlərində həyatın 6 bölümlü ki, işarə edirdik. O 6 bölümdə sən istəyirsən harda olasan, məsələn 30 il sonra, məsələn 40 il sonra özü harda görürsən. Bu məqsədin aydın olması bir motivasiyanın tam yarısı deməkdir. Yəni bizi ayaqda saxlayan əsas amillərdən hesab olunur. Dördüncü səbəb də enerji və diqqətin dağılmasıdır, motivasiyanın zəifləməsidir. Yaxşı, enerji və diqqətimiz necə dağılır bizim? Bu günləri telefondur, sosial mediadır, elədir, mesajlardır. Bunlar hamısı xəbərlərdir. Əl-ələ verirlər ki, Xədicənin, Nigarın, Fatimənin və digər yoldaşların diqqəti və fokusunu yayındırsın, düzdür? Yəni nəticədə insan dərin fokuslama vəziyyətinə girə bilmir. Yəni o konsantrə ola bilmir bir növ. Bu kitabı inşallah oxuya-oxuya da görəcəksiniz ki, bizə prinsiplərdən danışır. Brian Tracy 21 prinsipdən danışır. O prinsiplərdən məsələn məqsədi aydınlaşdırmaq. Aid eləyir buna ki, motivasiyanı artırır. Məqsəd elə ki, sən məqsədi aydınlaşdırdın, sənin motivasiyan çox olacaq, diqqət və fokusun artacaq, qərar vermək sənin üçün daha da rahat olacaq. İkinci prinsip nədir? Planlaşdırmadır. Bizim planlar təlimimizdə olan, arzular mühəndisliyi təlimində olan yoldaşlar da bilirlər onu ki, yəni yolların bir növ. Əgər yoldaşlar bilmirlərsə, daha sonra təlimlərin içərisində səs yazılarını dinləyə bilərlər. Və Brian Tracy deyir ki, planlaşdırmaya sərf edilən hər dəqiqə icrada, yəni elə ki, sən o həyata keçirəcəksən, icrada səni 10 dəqiqə qənaət etdirilmiş olacaq. Bunun səbəbi də budur ki, beyin işləmə mexanizmidir. Plan əgər qeyri-müəyyənlik olacaqsa, qeyri-müəyyən bir vəziyyət olacaqsa, bu bizi azaldacaq, yəni bizi hərəkətdən azaldacaq və qərarlar bizdə yorğunluq yaradacaq. Ona görə planların aydın olması, planların şəffaf olması, bu gün mən nə eləməliyəm, bu günüm üçün hansı addımlarım olmalıdır, bu bizdə həm fokus yaradır, həm də qeyri-müəyyənliyi bizdən azaldır. Digər bir qanun istifadə edilir. Bu qanun bir sıra həm siyasi, həm iqtisadi, həm hüquqi məsələlərdə istifadə olunan qanunlardan biridir. 80-ın 20-yə qanunu deyirlər buna. Yəni bu günləri biz baxsaq, diqqət eləsək, məsələn şəhər yerində yaşayanlar baxsalar ki, Bakı şəhərinin 80% probkaları 20% küçələrin hesabına olur. Bu misalı öncələr də çəkmişdik. Və yaxud da ailə münasibətlərinizə diqqət eləsəniz, 80% ailədə söz-söhbətlər 20% mövzulara görə olur. Yəni 20% fəaliyyət 80% nəticə yaradır. Buna 80-ın 20-yə qanunu deyirlər. Bir prinsipdir ümumiyyətlə bu. Brian Tracy də bundan istifadə edir ki, işlərin 20%
nəticələri 80% yaradır. Məsələn, biznes aləmində əgər baxsaq, iqtisadi məsələlərdə baxsaq, 80% gəlirləri 20% müştərilər gətirir. Və yaxud da övlad münasibətlərinə diqqət etsəz, övladlarınızla aranızda olan problemlərə baxsaq, 80% söz-söhbətlər 20% mövzuların üzərindədir. Bunu dediyim kimi də dairəsi çox genişdir. Bunu istifadə edə bilərsiniz başqa şeylərdə. Elə ki biz bunu bildik, gələk 20% fəaliyyətlərimiz üzərində bir planlar quraq da, elədir. Çünki bilirik axı bu 20% fəaliyyətlərim qərar olacaq ki, mənə 80% nəticə versin. Bu da önəmli bir faktordur. Adam bildi ki, ümid edirəm kitabı oxuyarkən başa düşəcəksiniz o bir növ həmin hissəsini. Daha sonra prioritetləri qorumaq prinsipindən danışılır ki, Brian Tracy bunu ABCDE metoduna bizə təklif eləyir. Deyir ki, A bölməsində bölün bunu çox vacib işləriniz, yəni istəkləriniz ki var. Əgər xatırlayırsa təlimdə biz 103 dənə, 105 dənə arzulardan, istəklərdən yazırdıq ki, öz istəklərinizi yazın. Elədir. Məsələn, siz də öz istəklərinizi yazın, sonra bunu prioritetləşdirirsiniz. Məsələn, A kateqoriyasında yəni çox vacib istəklərim var. Elədir. Yəni bu gün bunları eləməliyəm. Məsələn, həyati və vacib olan məsələlərim var. B-yə yazırsınız, məsələn, vacib olanlar. Edilsə yaxşıdır və məsələn yüngül nəticələri də ola bilər olsun. C bəndi yaxşı olsa edərəm. Yəni xoşdur, amma nəticəsi yoxdur. Yəni vaxtım olsa xoşdur ki, eləyəm. D bəndi başqasına ötürə bilərəm bunları. Yəni başqası da mənim yerimə eləyə bilər. Yəni belə deyil ki, illa da özüm orada iştirak edim. Ola bilər ki, məsələn, hər hansısa işim var, bilirəm ki, mən getməsəm də, məsələn, universitetdə çox olur da, bilirəm ki, mən getməsəm, hər hansısa bir tələbəyə desəm, o işi mənim üçün yol üstü həll eləyə bilər. Elədir. Halbuki mən onun dalıcan geçsəm, məndən həm nə qədər vaxt aparacaq, həm nə qədər enerji aparacaq və bunu ötürməyim də o tərəfdən nəyisə almayacaq. Yəni onun tutaq ki, yolun üstüdür, gedəndə və yaxud da gələndə mənim üçün hər hansısa bir şeyi gətirə bilər. Misal deyirəm bunu. Siz baxa bilərsiniz ki, yəni prioritet kimi A, B, C, D və E bəndində mən necə prioritetləşdirim ki, çox vacib olanlarla vacib olan və yaxşı olar edərəm və yaxud da başqasına verərəm və yaxud da E bəndində bu silinməlidir. Yəni heç bir dəyər qatmayan. Əgər diqqət eləsəz, bizim bir çox məsələlərimiz var, gün ərzində bir çox işlərimiz var ki, eləyirik ki, halbuki heç də bizə lazım deyil. Yəni o silinməlidir əslində. Məsələn, tutaq ki, başqasına verərəm, misal deyirəm, çörək alıb gətirməyi ola bilər ki, sən tapşırarsan öz həyat yoldaşına, övladına getsin, filan şey alsın, gətirsin. Yəni ona görə məcbur olmayasan vaxt sərf eləməyə. O da elə çox vaxt sərf eləmir. O da tutaq ki, yol üstü gəlir, məsələn, gedəcək filan şeyi alıb gətirəcək. Silməli olunan məsələlər, məsələn, bu günləri davamlı sosial medianı izləmək, mənfi xəbərləri izləmək, filan yerdə dağıldı, filan yer partladı, qoyma gəldi, vay getdi, illərdə həyatımız belə gedir. Elədir? Həyatımız belə gedir. Bu o demək deyil ha, bizim dünyadan xəbərimiz olmasın. Bizim dünyadan çox qəşəng xəbərimiz var, amma avam olmayaq ki, bizim zamanımızı, hər şeydən qiymətli olan ömrümüzü bizdən oğurlasınlar. Elədir? İllərdə onsuz bu cürünə insanları belə deyək də enerjisindən soğudurlar. Daha sonra araşdırarsınız, əgər vaxtınız olsa, enerji əmiciləri və yaxud da enerji qatilləri, enerji yeyənlər və bu gün də artıq elm inkişaf edir və bunun da fərqində olan insanlar var ki, insan enerjisi nədir? İnsan enerjisi şadlıq, sevinç, bunlar hamısı enerji insandan çıxarır. Həmçində qorxu bir enerjidir, həmçinin nifrət bir enerjidir. Nə qədər insanları qorxu halında, nifrət halında, nigaranlıq halında saxlasalar, səndən çıxan enerjilərdən qidalanırlar. Çalışaq ki, biz o belə deyək də o dəyirmana su tökənlərdən olmayaq. Yaxşı, fokus qanunu. Brian Tracy burada gözəl bir misal da çəkir ki, günəş şüaları deyir, hər yerdə var. Elədir, günəşin şüaları hər yerə saçır. Amma elə ki, sən bir şüşə götürdün, bir kompas götürdün və onu bir nöqtəyə saxladın, orada od yarana bilir. Elədir. İnsanın beyni də deyir bu formada işləyir. Əgər sənin zehnin dağınıq olsa, həm xəbərlərdə, həm bacı yanında, həm xala yanında, bütün məsələlərin yanında olsa bu zehin dağınıq olacaq. Amma elə ki, sən o fokuslaya bildin bir nöqtəyə və yaxud da bir neçə vacib nöqtəyə həyatında, o zaman böyük nəticə olacaq. Eyni həmin o günəş şüaları hər yerdə var, amma bir şüşə parçasını sən bir yerdə tutanda, o səndə alov yaradacaq, səndə od verəcəksən, yolu işıqlandıracaq. Zehnimizdən bu formada iştirak edə bilərik. Daha sonra bizə danışır, böyük işləri kiçik hissələrə bölmək. Buna müxtəlif adlar da qoya bilir. Məsələn, kalbasa texnikası deyilən bir şey var. Deyir ki, sən kalbasanı bir dəfə götürüb uda bilməzsən ki, kalbasanı nə edirsən? Məsələn, kiçik hissələr dilim-dilim eləyirsən, elədir? Və yaxud da salat düzəlmək üçün meyvə tərəvəzi dilimlərə bölürsən. Deyir ki, böyük işləri insan beyni ilk görərkən qorxur. Birdən-birə məsələn, mən bu boyda kitab sizə deyim ki, sabahları məsələn 150 səhifə kitab oxumalısınız. Elədir? Beyin ilk növbədə qorxur axı, yəni böyük bir işdən, böyük bir məsələdən. Amma biz onu tikələrə böləndə, hissələrə böləndə ki, məsələn sabahları filan kitabın 5 səhifəsini oxuyacağıq, 10 səhifəsini oxuyacağıq. Bu bizim zehnimizə də qorxunc gəlmir, qorxulu gəlmir. Sonra digər, yəni hələ o da buna oxşayır, addım-addım irəliləmək. İngilis dilində bir misallardan biri var ki, 1 metr getmək, məsələn, ayağı 1 metr atmaq insan çətin gələ bilər də, elədir. Tutaq sən piyada gəzintisinə çıxmısan, sənə deyirlər ki, ayağı 2 metrdə atacaqsan. Yəni
geniş addım atasan, adama biraz narahat olur bundan. Eybi yox, sən 20 santi yeri, 1 santi yeri, bu daha asandır. Amma yeri eybi yox. Bu da eyni ilə yuxarıdakı kimi bizə bunu göstərir ki, zehnimizdən düzgün istifadə edək. Böyük işləri kiçik hissələrə bölək. Məsələn, kiçik addımlarla hərəkət edək. Daha sonra kitabın digər prinsiplərində bizə öyrədir ki, 3 əsas faktor bizə göstərir. Onlardan birincisi qərar faktorudur. İnsan qərar verməlidir ki, məsələn, filan işi edəcəm. Qərarlı olmalıdır. Yəni, qərarlar aydın olmalıdır. Bu da niyə görə vacibdir? Bir çox insanların bu günləri, yəni müasir dövrdə, hətta qərarları belə yoxdur. Yəni, o qədər zehn artıq aludə olub ki, o qədər kirlənib ki, müxtəlif səbəblərdən, biz səbəblər dalıcan deyilik. İnanıram ki, burada iştirak edən yoldaşlar, ümumiyyətlə bu, belə deyək də, bu bizim təlimlərdə, söhbətlərdə iştirak edən yoldaşlar o kateqoriyalı insanlardandılar ki, həyatda bir qərarları var, həyatda bir istəkləri var, bir məqsədləri var. Bu qərar önəmli bir şeydir. Elə bilməyin ki, hamını var. Bir çox insandan soruşursan, mən də fərdi şəkildə seanslar keçsəm, tez-tez rastlaşıram bu mövzudan ki, soruşursan ki, həyatda istəyin, amalın, arzun, məqsədin, qərarı nədir? Ümumiyyətlə bilmir ki, arzu, istək nədir? Belə insanlar çox gördük. Həm də olsunlar ki, yoldaşlarımız öz qərarlarını bilirlər. Deməli, uğurun əsas faktorunun birincisi qərarlı olmaqdır. İnsan bilə ki, mənim qərarım nədir ümumiyyətlə? İkinci məsələ intizamdır. İntizam, yəni proqreslik, biz buna həmişə işarə edirdik. Yəni motivasiya hər gün olmur, belə deyək. Bizə həyatda saxlayan əsas amil o nizam intizamdır. Bizi davam etdirən əsas məsələ qurduğumuz o planlarımız ki var, qərarlarımız istiqamətində, məqsədlərimiz istiqamətində həmin o proqreslikdir. Gündəlik o kiçik addımlardır, gündəlik o dilim-dilim elədiyimiz hissələrdir ki, onları icra eləyək. Üçüncü məsələ də iradə məsələsidir. İradəni bənzədir bir əzəliyə. Deyir ki, əgər biz bir iradəni az istifadə etsək, eyni əzəllər ki, necə ki, idman eləməyəndə insanın əzəlləri gücdən düşər, o iradə də deyil, buna bənzəyir. Deməli, biz iradəmizi yavaş-yavaş işlətdikcə eyni əzələ kimi möhkəmlənir. İradə haqqında əgər geniş mövzuyu yoldaşlar istəsələr, bizim kitab mütaliəmizdə iradə haqqında geniş danışmışıq, orada diqqətlə qulaq asa bilərlər. Sonra bizə zaman haqqında danışır ki, zaman həqiqəti barəsində. Ki, insanların çoxsu şikayət edir ki, məsələn, doktor, vaxt çatdırmıram. Siz yəqin ki, özünüz də bunu çox eşitmişsiniz ki, vaxtdan gileylənirlər. Mənim vaxtım yoxdur, vaxt çatdıra bilmirəm, işlərim o qədərdir. Brian Tracy deyir ki, yox, məsələ vaxtın azlığı deyil. Məsələ prioritetin səhv seçilməsidir. Prioritet nə oldu? Prioritet bu oldu ki, mənim həyatım üçün önəmli olanlar. Həmin o vaxt azlığından şikayət edən insanlar, məsələn, serialların hamısını qəşəng də bilirlər serialda filan xarakteri neynədir, məsələn, o üçün gözəl ideyaları var, yəni qəşəng vaxtda çatdırırlar. Məsələ vaxt deyil, çünki hər kəsin 24 saatı var, yəni uğurlu insanla uğursuz insanlar arasında heç bir fərq yoxdur. Ən vacib işi əvvəldə edilən, yəni günün əvvəlində artıq o qurbağanı udan insan ki var, bizdə qurbağanı çəkdik ki, ən çətin, yəni işləri həll edir və ondan sonra xırda qalan işləri də gözünə böyük görsənmir. Əziz tələbələr, dəyərli yoldaşlar, Brian Tracy ümumiyyətlə bu kitabda, yəni mahiyyətin əgər istəsək ki, bizə nə demək istəyir? Mahiyyəti bizə bir cümlədə buna deyir ki, həyatımızın keyfiyyəti diqqətimizi hara yönəltdiyimizdən asılıdır. Bu gün diqqətimizi hara yönəltmişik? Və bizə bu sualı vermək istəyir ki, sən öz qurbağanı tapırsanmı? Yəni sənin həyatındakı qurbağan nədir? Hər birimiz bu sualı özümüzə verməliyik. Hansı qərarları illərdir üzərində düşünürsən, götür-qoy edirsən və vermirsən? Kimisi dil öyrənməlidir, kimisi hər hansı bir bacarıq öyrənməlidir, kimisi hər hansı bir işə start verməlidir. Amma hey, sabah eləyərəm, ertələyirik və bu kitabın ana xətti bizə bunu öyrətmək istəyir, bunun bir növ mesajını bizə vermək istəyir ki, motivasiya hər zaman olmur, motivasiya sönə bilir. Gərək biz öz məqsədlərimiz yolunda iradəmizi işlətməklə əzələsini gücləndirək və burada deyilən o prinsiplərdən, burada deyilən o qaydalardan istifadə edərək, məsələn, necə edək hissələrə bölək, necə edək kiçik addımlarla hərəkət eləyə bilək, necə eləyək mükəmməlliyyətçilik dalıcan olmayaq, necə edək qorxularımızı tanıyaq, bəzi məsələlərdə tənqid qorxusundan, uğursuz olmaq qorxusundan, hətta lazımdır, hətta bu niyyətlə eləyək. Mən uğursuz olacağam, bu işi edəcəm. Bizim tələbələrimizin içərisində bu mesajı mənə yollayan insanlar var ki, məsələn, illərdir hər hansısa bir məsələ üçün narahat idilər, nigaran idilər, edə bilmirdilər. Deyir ki, doktor, sizin o sözünüz ki, var idi, mənə demişdiniz və yaxud da ümumi şəkildə hər kəsə demişdiniz ki, qorxun, eləyin, narahat olun, eləyin. Və mən də deyir, planlaşdırdığım o aylardır, illərdir etmədiyim bir işim ki, var idi, onu qorxaraq, narahat olaraq və yaxud da başqası məni yuxarıdan aşağı baxacaq, mənə güləcək. Bütün bu niyyətləri hamısını elədim ki, mən gedirəm, bu niyyətlə ki, qərardır orada halım xarab olsun, nigaran olam, narahat olam, amma onu edəcəm. Və onu edəndən sonra da əslində qorxusunun nə qədər puç olduğunun şahidi olur. Biz bunu əslində Quranda da izlərini gördük. Həzrəti Musa əleyhissalamla Xızr əleyhissalamın hekayəsindəki birgə yol gedirlər. Məsələn, Həzrəti Xızr deyir ki, o dağı ye. O dağı ye, Musa peyğəmbərin gözünə dağ kimi gözlədi. Dağı yemək mi olar? Qərarlı sual verməyəsən. Hay üstünə getdikcə, yəni bizdə həm də səbri öyrədir bu.
təhəmmülü, dözümlülüyü davam etməyi öyrədir ki, elə ki addım atdı, irəlilədi, daha sonra o uzaqdan dağ kimi görsənən, insanın gözünə uzaqdan baxanda dağ kimi görsənən. Ona görə dillərdə göz namərddir, əl mərddir. Bizim atalar sözlərimizdə elədir. Əvvəl adamın gözünə görsəndə, mən bu evi necə yığışdıracam? Elədir. Amma elə ki girişirsən məsələyə, əl deyir mərddir. Tap işləri həll edirsən. Bu qorxularımızı həll eləyə bilək və nəticə etibarından hər birimizin bu həyatda olmağı üçün bir hikmət var, bir səbəb var, bir missiyamız var. O missiyamız qərardır ki, necə ki mən bənzədirəm bunu günəşə, aya. Necə ki günəş bu bizim planetimizin həyat vericilərindəndir. Ay, su, hər birinin bir missiyası var. Tək-tək hər birinizin də burada iştirak edən və hər bir insanda bu həyatda bir missiyası var. Eynilə o günəş kimi. Necə ki günəşin missiyasını heç kəs yerinə yetirə bilməz. Günəşi əvəzləyən bir şey ola bilməz ki, sən gətirəsən projektor qoyasan, belədir. Eynilə sizin də yerinizi heç kəs əvəz edə bilməz. O ki deyirlər barmaq izi insanın özünə məxsusdur, insanın tükü, DNA-yı özünə məxsusdur. Çünki bizi yaradan özünə məxsus yaradıb. Belədir. Çünki bizi yaradan öz simasında yaradıb, öz xüsusiyyətində yaradıb. Ona görə hər birimizin bu dünyada bir məqsədi var. Eynilə günəşin, ayın, suyun misalını çəkdiyim, eynilə qarışqa kimi, eynilə hörümçək kimi. Hər birinin öz missiyası var. Yəni həşəratından tutmuş bütün canlı aləmin və bu canlı aləminin içərisində əgər özümü xəlifətullah bilirəmsə, canişin bilirəmsə, nümayəndə bilirəmsə və bu aləm içərisində ən şuurlu, ən natiq, ən düşüncəli bir varlıq bilirəmsə, deməli mənim də bir missiyalarım var, mənim də bir risalətim var. Hər biriniz bir rəsulsuz, bir peyğəmbərsiz, bir nəbisiz. Yetər ki biz qaydaq özümüzə. Bütün bu oxumaqlar hamısı onu bizə mesajını verir ki, qaydaq özümüzə. Görək mənim axsaqlığımın səbəbi nədir? Harda axsayıram, niyə axsayıram? Və yavaş-yavaş edə bilək ki, çünki əzələdir, birdən-bir olmur. Yavaş-yavaş əzələlərimizi, zehni, iradəmizi, səbrimizi gücləndirək və istəklərimizə doğru hərəkət edək. Təşəkkür edirəm hər birinizə. Gecəniz və gündüzünüz xeyirlə olsun. Allah'a emanet olun.